Keçmiş olsun. Bu cür məğlubiyyətlər həmişə biraz fərqli söz-söhbət yaradır. Çünki bundan əvvəl sizin çox güclü komanda üzərində qələbəniz var idi. Elə böyük, möhtəşəm qələbədən sonra Şamaxı kimi, yəni bir o qədər də yüksək pillələrdə olmayan kluba uduzmaq sizin əvvəlki möhtəşəm qələbənizin məsumiyyətini və səmimiyyətini şübhə altına almırmı sizcə? Bu söz-söhbətlər bilmirəm, nə edirsə, amma oyun alınmır. Siz Qarabağın oyununda demək olar ki, çox komandaların hamısında özlərində təzyiq olunur. Yəni, oyunun necə gedəcəyini, uzarsanma problem yoxdur, Qarabağdır, amma belə oyunlarda əksinə böyük təzyiq olur futbol sonrasında. Mən düşünürəm ki, elə o təzyiq hansı ki bugün var idi, düşünürdük ki, onu atladaq, onu eləyə bilmədik sadəcə. Futbolçular onu eləyə bilmədik. Yəni mən belə başa düşdüm ki, bugünkü oyunda daha çox həyəcan futbolçulara imkan vermədi ki, tam gücünü oynayanda udsan da sənə heç kim heç nə deməyəcək. Orada böyük təzyiq olmur, yəni psixoloji təzyiq olmur üzərində. Amma belə oyunlarda təzyiq daha çox olur. Yəni turnir cədvəlində bir-birinə yaxın komandalardır. Məsəl üçün, dünən Qəbələnin udması, turnir cədvəlində irəliləməsi, bunlar hamısı komanda üzərində təzyiqdir. O təzyiqin əsnasında sən də qərarlar verirsən meydançada, o qərarları düzgün verməyəndə məğlubiyyət. Çox təşəkkür edirəm cavaba görə. Sağ olun.